Kur'an-ı Kerim'de Allah Teala bir ayette buyurur ki, Ya Resulallah, bir gün sonra Rabbin sana verecek, sonra Rabbin sana ata edecek, fetarza ve sen de razı olacaksan. Bu ayet Duha suresindedir. Ve duha ve leyli izâ seca, ma vedda'aka rabbuka ve ma qala. Ki Rabbin seninle vidalaşmayıp, seni terk etmeyip. Ve lesofe yu'tika fetarza, sonra Rabbin sana ata edecek ve sen razı kalacaksan. Ələm yecidkə yetimən fəəva. Sən yetim idin, Allah sənə sığınacaq verdi. Əbu Talib kimi bir əmin səni öz himayəsinə götürdü. Fəqir idin, Allah səni zənginləşdirdi. Bu ayədə ki Allah buyurur, və ləsəvfə yu'tikə rabbuka fətarza. Rabbin sonra sənə əta edəcək və sən razı qalacaqsan. Əta sözünün mənası nədir? Ərəb dilində bir hibə var, bir hədiyyə var, bir də əta var. Bunlar sinonim deyil. Bu sözlərin hər birinin özünə məxsus bir mənası var. Və yaxud da mənasında fərqli bir cəhət var ki, o digər sözdə mənasında bu cəhət yoxdur. O Kur'an-ı Kerim'de tədəbbür deyilən bir metod var. Yani Kur'an ayələrini düşünərək ayənin sətrinin altında gizli olan mənanı tapmaq. Burada bir neçə mərhələlər var. Bir də budur ki, sözün seçilməsi. Niyə Allah məhz bu sözü seçib burada? Məsələn, biz sənə ətəyna sözünün yerinə başqa bir kəlməni də işlədə bilərdi. Deyərdi ki, məsələn, və ləsəvfə nuhibuka, sənə vəhəb sözünü, hibə sözünü işlədərdi. Biz sənə bəxş edəcəyik işlədərdi. Ətayna kəlməsinin burada özünə məxsus bir mənaçaları var. Hibə ümumiyyətlə başqa birinə nəsə verirsən və onu həmin verdiyin bir şeyin maliki, mülkiyyət sahibi edirsən. Hibə budur. Hədiyyə adətən sevgi qazanmaq üçün və ya sevdiyin şəxsə verirsən ya da qarşı tərəflə istəyən aranda sevgi, məhəbbət olsun. Bu zaman verilən bir şeydir, bəxşişdir. Hədis-i şərifdə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Allahümme Allah Resulü buyurur ki, birbirinize hediye verin ki birbirinizi sevesiniz, birbirinizi sevin. Bir de var əta etmək. Əta en değerli bir şeyi vermeye deyilir. Bak, digərlərindən fərqləndirən budur. Verirsən, bəxş eləyirsən, birine bəxşiş verirsən, hediye verirsən, ama en değerli bir şeyi verirsən. Bu değersiz bir şey değil, burada bir değer var. Çok bahalı bir şeydir veya buna kıymet biçilə bilməz bir şeydir. Allah Resuluna buyurur ki, sonra Rabbin sənə əta edəcək ya Resulallah və sən razı qalacaqsan. Yəni sənə o qədər dəyərli bir şey verəcək, o qədər dəyərli, qiymətli bir şey əta edəcək ki, sən bunun müqabilində sevinəcəksən, razı qalacaqsan. Sən qəlbi sevindirəcək, ruhu sevindirəcək.